Salam olsun hər kəsə. Demək dostlar, sizə iş necə gözəl görülərsə, iş gözəl görüləndə necə gözəl görünərsə, onunla sizi tanış edəcəm. Və niyə Topqapı seramiki seçdik, onu da sizə deyəcəm. Bir dənə baxın yaxından. Dostlar, bir dənə bunun gözəlliyinə baxın. Sizə qurban olun. Bunun gözəlliyinə baxın. Ən çox da insanı yandıran çiməndə bunu buxar olur, üzvü qırxmaq istəyir, isti suya atsın, üzvü qırxmaq istəyir, olur buxar. Əlvi sürsən ləkə qalır. Belə dədəm var, belə nənəm var. Lorri dildən danışsa. Bunu yandırdın, spiral başlayır qızdırmaya. Qətiyyən buxar götürmür. Əlvi gətirdin, bunda saxladın, işığı azaldısan. Təkrar saxladın, işığı çoxaldısan, bununla da bitmir. Bunu bastın, söndü. Bir dəfə oldu ağ ışıq, bir dənə də oldu ağın bir həm ağ, həm sarı qarışıq. Bunu da azaltma, çoxaltma olur hamısı. Təkrar da basın, rəngi dəyişsin, sarı ışıq. Keramikasına söz yoxdur. Mərmər teksturalıdır, parlaq teksturalıdır. İndi videoda tam səs görsənmir, belə parlaq teksturalıdır. Mebeli də su keçirməzdir. Yəni üstünə nə qədər su dağılsa da keçirməzdir. Həm də bunun bir dənə qalınlığını deyən sizə görsəm. Bir işığı yandırım bir dəqiqə. Bir də bunun qalınlığını sizə görsənim. Baxın. Qalınlığı da super. Su keçirməzliyi də super. Qətiyyən su keçirmir. Bir dənə bunun gözəlliyinə, sadə bir gözəlliyə baxın. Baxın. Topqapı seramika buradan dərin təşəkkürümüzü bildiririk. Həqiqətən gözəl səlqəli işinə görə bir ayrı minnətdarlığımızı bildiririk. Bir də bu gözəlliyin sahibidirlər.